Yaşayır, bunun yaşayışı ilə burada uşaqlar. Burada bax, Nizami rayonudur. Qonşular da dediklərinə görə narahatdılar ki, vətəndaş burada yaşayır. Vətəndaş öz dediyinə görə Bakı sakinidir. Vətəndaş burada yaşayır, Padvalda. Sakinlər narahatdır. Qardaş, sən burada niyə qalırsan? Çörəyi burada niyə yeyirsən? Bir dənə deyə bilərsən? Yerim yoxdur abi. Ara götürüm. Sənin yaşamağa yerin yoxdur da? Ha. Hə. Çörəyi burada yeyirsən də, burada qalırsan, burada yaşayırsan. Evet. Hara sakinisən? Ben Bakı vətəndaş. Papağı bir dənə zəhmət olmasa çağır da, bir dənə papağı çağır başından. Hə, sən gör. Bir dənə çölə çıxa bilərsən zəhmət olmasa. Çıx çölə. Özünüz gördüyünüz kimi burada qalır. Bax, burada yaşayır. Burada insan yaşamaz. Bax, bura Padval. Qardaş Padvalda qalır. Gəl bura. Sən işin, sənin özünə işin. Gəl. Gəl, səni çox narahat eləməz, çıxıb gedirsən. Salam, axşamınız xeyir. Bir də danış. Hara vətəndaşsınız? Azərbaycan vətəndaşsınız. Kimlərə müraciət eləmisiniz? Dost xidməti, Hasan xidməti getmişəm. Bilirlər vəsiqə verə bilmirik. Vəsiqə verə bilmirik. Hə. Kubça gətir. Hə. Biz səni qeydiyyata salar. Sizə şəxsiyyət vərəqəsi vermir də, Asan xidmət sizə şəxsiyyət vərəqəsi vermir. Papağı bir dənə zəhmət olmasa çağırdım. O birisini də çağırdım, hamı sizi görsün. Əvvəllər harda qalırdınız? Harda böyümüsünüz? Sizin atınız, anınız var, bacı qardaşlarınız var. Əvvəl qeydiyyatım idi Sabahı rayonunda. Sabahı rayonunda. Hə. Sonra məhkəmədən mənə çıxardılar. Məhkəmədən. Buraxılmışam. Xəbərim də yox idi. Getdim Hasan xidməti vəsiqə almağa. Deyirlər sənin qeydiyyatın yox. Səni qeydiyyata salmaq üçün kubça lazımdır. Yəni bir adamdan kubça gətir, səni qeydiyyata salır. Mən kimə deyim kubça verməyim? Kimə qeydiyyata salır? Bilmirəm. Sizən bax kimsə gəlir burada maraqlanır, kimsə soruşur burada niyə qalırsınız? Qonşu var ancaq. Belə. O birinci mərtəbə sizə çox köməkli edir də dediklərinə görə. Hə. Sonra müraciətiniz kimədir? Dövlətimizə müraciətiniz var sizin. Heç də imkan varsa kömək etsinlər. Sığınacağa yerləşdirsinlər də yəqin ki. Hə də. Sığınacağa istəyirsiniz, belənçi küçədə qalmaqdansa sığınacaq istəyirsiniz yəqin ki. O evladınız var sizin? Var idi, boşalmışam çoxdandan 90-cı illərdə. Neçə evladınız var? 2 dənə qızım var. Adları nədir qızlarınızın? Emilə, Alüsədir. Əlüsə. Yoldaşınız harda qeydiyyatdadır? Harda yaşayır evladlarınız? Vallahi xəbərim yoxdur. Heç sənə xəbər. Qardaşınız o, bacı qardaşlarınız yəqin ki olub da sizin. Yox, rəhmətlidirlər amma. Əvvəllər eviniz harda idi sizin? Bax necə qalırdınız? Evləriniz Doğulmuşam Qara evdə. Hə. Sonra köçmüşük Bayıla. Hə. Bayılda qeydiyyatda idim, qonşuda. Hə. Qonşu da ev yiyəsi kimi mənə çıxartdı məhkəmədən. Hə. Çıxartdı qeydiyyatda.
İndi qalmışam. İndi burada nə vaxtdan yaşayırsınız? Neçə vaxtdır bu küçə həyatı sürürsünüz? 3 aydır da hələ. 3 aydır. Qabaq harda yaşayırdınız? Necə yaşayırdınız? Qabaq kiraya qalırdım, işim var idi. Harda işləyirdiniz ki? Malar işləyirdim, ev yiyəsi. Özün ustasan da, özün tringərsən dediyə görə ustasan. Ha. Belə də yaşayış belə. Bildim, başa düşdüm. Bilmirəm. Vay, mənim sözüm yox. Yəni sən nətər qoşula yemək verməyəndə, qida verməyəndə nə ilə qidalanırsan bax qardaş? Heç nə ac qalır. Az qalırsan da. Bizsə mən Tural Əzizov sənə kömək edəcəm. Yəni mən sənə Allah sizə köməyin olsun. Allah sənin də köməyin olsun. Mən keçirəm burdan. Bakıda. Mən çox narahatam. Mən Çox sağ ol. Mənim qanım müsəlman qanıdır. Mən Azərbaycanlıyam. Çox sağ ol. Yəni mən sənə kömək edəcəm. Başqa sözün nə var? Başqa nə danışa bilər? Nə deyirsən? Heç nə sözüm yox. Nədir? Daha mənim talihim belə. Talihim belə oldu. Öz talihindən özün gileylənirsən. Hələ. İstəməzdin də yəqin ki, belə talihin olsun, belə həyat sürəsən. Daha mən məcburum, necə eləyim? Kimə nə deyim? İçki içirsən yoxsa? Yox, İçki də içmirsən. yox. Heç nə eləmirsən. Bir dənə çəkdiyin o siqaretdir. Ha, bir dənə siqaret. Çörəyi də orada yeyirsən. Heç olur ki, zibil qablarına gedirsən, çörək ya dənliyib yeyirsən. Olur da belə şeylər həyatında. Yox, belə yox. Belə zibillərdə plyonka, dəmir, dümür baxıram. Bax, başqa nə sözün var? Bax, de. Allah sizə köməyin olsun. Baş- Əgər sizin niyyətiniz var, Niyyətimiz var bizim. Niyyətimiz Allah kamil, yaxşı insanlara kömək olsun. Biz çəkib paylaşacağıq. Bir jurnalist olaraq, bir insanla, bir müsəlman olaraq, bir Azərbaycanlı xalq olaraq. Mən sizi çəkib paylaşacağam. Bir insaniyyətimi sizə bildirəcəm. İnşallah. Allah köməyiniz olsun. Buyur. Yaxşı kişiniz var. İşçi Gəldiniz, salam aleyküm verdiniz esən. niyə vermirik ki? Biz insanıq. Biz də siz kimi insanıq. Niyə vermirik ki sizə salam? Nə olub ki? Sizə salam verən nə olub ki? Biz də bu günə düşə bilərik. Burada heç bir şey yoxdur qardaş. Burada nə var ki burada? Olan şeyi sizdən soruşduq. Yəni burada nə var ki? Çox sağ olun. Nə bilirsən, talihindən bir nə deyə bilərsən? Nə bir şeirdir, bir nəsə bir de, bizə bilək, bir nə deyə bilərsən talihindən? Allah mərdim azardan uzaq eləsin. Başqa. Sən vallahi. Əsas mərdim azardan uzaq ol. Tək ki, sizi kimi ürəyi açıq olsun. Sonra Heç nə. Baba. Nə deyim? sevgiyə aid nə deyə bilərsən? Sevgiyə aid. Ha, yox oğlum. Başqa? Mən nə deyim? Başqa sözün, bir tapşırığın. Heç nə gözləyirəm də sizi. Nəticələrini gözləyirəm. Yaxşı olar. Allah köməyin olsun. Nəticə. Sən indi veririk efirə. Sağ ol qardaş. Sağ olun. Allah köməyin olsun. Sağ ol. Allah köməyiniz olsun. Sağ ol. Bax siz kimlərə bugünkü gün deyə bilərsiniz, kimlərə müraciət edə bilərsiniz, nə deyirsiniz? Hələ bir dənə ağsaqqala cənab prezidentə xahişim var. Mənə kömək eləsinlər. Mehriban xanım o da. Ağsaqqal kimi nəzərdə tutursan? Heydər Əliyev. İlham Əliyev. Hə. İlham Əliyev. Başqa vallahi mən Cənab prezidentin ürəyin nə istəyir demə, nə deyirsən? Mehriban xanıma, Azərbaycan vitse-prezidentinə, birinci xanıma nə demək istəyirsən? Müraciətin nədir? Səni hara yerə, sığınacağa istəyirsən da yerləşdirmə. əgər imkan varsa, hə. Çünki mən sizdən başqa heç kimim yoxdur. Dövlətimizdən başqa sənin heç kimin yoxdur. Yox.
Hə. Ancaq ümid olaraq başqa heç kim yox. Hamısı rəhmətə getdilər. Qalmısan küsələrdə. Ağsaqqallar qaldı. İlham Əliyev inşallah. Kömək eləsin sizə. Dövlətimiz kömək eləsin. Dövlət başçımız sizə kömək eləsin istəyirsiniz da. Çünki onun ürəyi doğrudan da yumuşaq. Kişi kimi vallahi o kişidir. Doğrudan ürəyi yumuşaqdır, kömək eləyir. Bütün Bura millət- hansı rayondur Ağsaqqal? Nə? Bura hansı rayondur? Bura Nizami rayonu. Nizami rayonu. Bildim. Allah ki kömək olsun. Sizi çəkib paylaşacaq. Verəcək yağı dövlətimiz də sizə kömək eləyər. Dövlət başçımız Azərbaycan vitse-prezident Mehriban xanım da sizə kömək eləyər. Yəni yaxşı olar inşallah. İnşallah. Oldu. Sağ ol. Gecəniz xeyir olsun. Sağ olun. Sağ ol.